Bismillahirrahmanirrahim. Fitrə zəkatının bəzi məsələləri. Fitr bayramı gecəsi gün batandan sonra bir şəxs uşaq sahibi olarsa, onun fitrə zəkatını vermək vacib deyil. Əgər gün batandan əvvəl uşaq doğularsa və yaxud izdivac eləyərsə, yəni evlənərsə, əgər onun çörək yiyəni sayılarsa, gərək onların da fitrəsini versin. Əgər insan birinin çörək yiyəni olub, gün batmazdan əvvəl başqasının çörək yiyəni olsa, onun fitrəsi sonraki şəxsə vacibdir. Məsələn, əgər qız gün batmazdan əvvəl ər evinə getsə, gərək əri onun fitrəsini versin. Fitrəsinin başqası tərəfindən verilməsi lazım olan şəxsin öz fitrəsini verməsi vacib deyil. Amma əgər o fitrəni verməsə və ya verə bilməsə, ehtiyat vacibə görə onun özünə vacib olur. Bu, Ayətullah Sistaninin nəzərinə əsasəndir. Amma Ayətullah Xameneinin nəzərinə əsasən, onun özünə bu halda vacib olmur. Fitrəsi başqasına vacib olan şəxs öz fitrəsini versə, onun fitrəsi başqasına vacib olan şəxsin boynundan düşmür. Seyyid olmayan şəxs seyyidə fitrə verə bilməz. Hətta əgər bir seyyid onun çörək yiyəni olsa, onun fitrəsini başqa seyyidə verə bilməz. Məsələn, ailə üzvlərindən, məsələn, həyat yoldaşı seyyidədir. Bu zamanda fitrə vermək ərin öhdəsində olduğundan, bu halda da onun fitrəsini seyyidə verə bilməz. Ana və ya dayədən süd əmən uşağın fitrəsi, ana yaxud dayənin xərclərini verən şəxsə aiddir. Lakin ana və ya dayə öz xərclərini uşağın malından götürsələr, uşağın fitrəsi heç kəsə vacib deyil.